Salam, hər vaxtınız xeyir olsun. Qızılca dövründə nə etmək? Qızılca hava damcı yolu ilə yayılan infeksion virus xəstəliyidir. Xəstədən sağlam insana askırma, öskürmə və yaxud onun istifadə etdiyi əşyalara təmasda olması yolu ilə yoluxma baş verə bilir. İnkubasiya dövrü 10-14 gündür. Xəstə askırdıqda virus havadan 1 saat müddətində asılı vəziyyətdə qala bilir. Xəstənin əşyalarından istifadə etdikdə sağlam insan əllərini sabunla yumursa və bu əllərlə ağzına, burnuna, gözünə toxunursa, xəstəliyə yoluxa bilir. Xəstəliyin simptomları yuxarı tənəffüs yollarının infeksiyalarına çox oxşur, yəni burundan selik axması, askırma, öskürmə, halsızlıq, yorğunluq. Xəstəliyin 4-cü, 8-ci günündə yüksək 39-41 dərəcəyə qədər hərarətin yüksəlməsi, gözlərin işığa həssaslığının artması, ağızda diş ətinin ətrafında və yanağın iç səthində boz ləkələrin əmələ gəlməsi kimi əlamətlər baş verir. Səpkilər qırmızımtıl və qəhvəyi rəngdə olur. Qulaq və boynun arxa səthindən başlayır, sonra səpkilər keçir üzə, sonra bədənə və nəhayət qollarda, ayaqlarda səpkilər yayılır. Bir həftəyə yaxın, sonuna yaxın xəstəlik səngiyir, öskürək isə 10 günə qədər qala bilir. Əgər sağlam şəxs xəstə ilə təmasda olduqdan sonra nümunə verilib 72 saat müddətində cavab mənfi alınırsa, təkrarı yenidən nümunənin götürülməsi şərtdir. Ağırlaşma kimi sətəlcəm, meningit, korluq kimi xəstəliklər əmələ gələ bilir. Qızılca xəstəliyinin müalicəsi, xüsusi müalicə yoxdur. Bu immunitetin möhkəmlənməsinə hesablanır. Xüsusilə 2 yaşa qədər uşaqlarda A vitamini əlavəsi verilir. A vitamini immuniteti gücləndirir və qızılcaya qarşı mübarizədə çox effektiv bir üsuldur. A vitamini ilə zəngin qidalar, xüsusilə portaxal, kök, yumurta və digər məhsullardan istifadə olunmalıdır. Xəstə yataq rejimində olmalıdır, maye çox qəbul etməlidir, sulu qidalara üstünlük verilməlidir və xəstə, deməli, uşaq əgər xəstələnibsə 5 gün müddətində məktəbə getmək olmaz. O ayrıca otaq olmalıdır onun üçün. Ona baxan şəxs, baxıcı, qulluq edən şəxs maska ilə yanına girib çıxmalıdır. Kənar adamların içəriyə daxil olması deməli, qabağa alınmalıdır. Otaq nə olmalıdır? Tez-tez havalandırılmalıdır. Günəş şüasının düşməsi yaxşı olardı ki, təmin olunsun və vitaminlərlə zəngin qidalara üstünlük verilməlidir. Bu xəstəliyin mübarizə ən təhlükəsiz və təsirli vasitəsi peyvənd olunmaqdır. Əsasən uşaq vaxtlarında bu peyvənd vurulur. 2 dozda vurulur. Birinci 12-15 aylığında birinci doza vurulur. 4-6 yaş arasında ikinci doza peyvənd vurulur. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət.